Vaxtınız xeyir. Sıralarında 70-dən çox təşkilatı birləşdirən İctimai Nəzarət Koalisiyasının İNTV-nin efirində xoş gördük sizləri. Bugündən etibarən mən, Novruz Salmanovun təqdimatında Eko çağırış verilişi sizlərə təqdim olunacaq. Bugünkü verilişimizin əsas mövzusu Azərbaycan milli it cinsi olan Qurdbasarla bağlı olan bir proqram olacaqdır. Verilişimizin qonaqlarını sizlərə təqdim etmək istəyirdim ki, əsas qonaqlarımızdan biri jurnalist dostumuz, həmçinin Qurdbasar tanıtımcısı və yetişdiricisi, mənim bu sahədə kolleqam olan Arif Pənahov, növbəti qonağımız yazısı kulturoloq Aydınxan Əbilov, digər bir qonağımız isə Elsevər adlı bizim dostumuzdur ki, yəni verilişimizin qonağı olacaq. Bu mövzu ilə bağlı fikirlərini bizimlə bölüşəcəkdir. Bugün ilk buraxılışımızdır ki, bizim ilk buraxılışında elə ilk mövzuda Azərbaycanın yerli çoban eticisi olan Qurdbasara əsr olunmuşdur ki, bir açıqlama vermək istəyirdim ki, mən həm də ilk aparıcılığımı burada etdiyimə görə, həm də onu qeyd etmək istəyirəm ki, Qurdbasarla bağlı, yəni tanıtım işləri, araşdırmacı insanlardan biri də həmçinin mən özüməm və bu barədə müəyyən araşdırmalara yəni malikəm və özüm də bir sıra məlumatları vermək istəyirdim ki, Qurdbasar Qafqaz çoban etləri ailəsinə mənsub olan bir çoban eti cinsidir. Azərbaycan coğrafiyasında, sırf olaraq Azərbaycan ərazisində formalaşmış bir çoban eti cinsidir ki, bu da yəni Azərbaycanın milli sərvəti kimi, yalnız bizə məxsus olan milli sərvət kimi müəyyən qrup insanlar tərəfindən tanıtılan, ümumiyyətlə yetişdirilən bir it cinsidir ki, qədimdən bəri Azərbaycanın təsərrüfatçılıq həyatında öz əvəzsiz yəni rolu ilə seçilmişdir. Həmçinin onu da qeyd etmək istəyirdim ki, siz bizim verilişimizi YouTube kanalından və həmçinin də intv.az portalından izləyə bilərsiniz. Bundan əlavə də siz bizim Qurdbasarla bağlı tanıtım işlərimizə, burada gördüyümüz yeniliklərə, layihələrimizi bizim sırf Qurdbasarla bağlı Facebook səhifələrində, Instagram səhifələrində bununla bağlı məlumatlarımızı ala bilərsiniz və bizim müzakirələrimizə qoşula bilərsiniz. İlk olaraq sualımı Aydınxan müəllimə ünvanlandırmaq istəyirdim ki, Aydınxan müəllim, siz bizə məlumat verə bilərsiniz ki, yəni itlərin, Qurdbasarın, çoban itlərinin rolu Azərbaycan tarixində nə kimi rolu var? Minnətdaram Novruz, çox sağ ol. İlk veriş və bizi dəvət etdiyinə görə çox minnətdaram və təşəkkür edirəm ki, belə bir mövzuya ümumiyyətlə, təbiətlə bağlı, ətraf mühitlə bağlı bir verilişi başlamışsınız və inanıram ki, bu verilişin çox uzun bir tarixçəsi olacaq. İtlər və sivilizasiya tarixi, itlər və bizim millətin tarixi, itlər və xalqımızın keçmişi bugünü. Bununla bağlı təəssüflər olsun ki, Azərbaycanda çox az araşdırmalar olub. Yəni ki, Arif bəy jurnalisti bilir, və tarix dərslərini keçib bilir. Sən də ki, bu işlərlə ciddi məşğul olursan deyənə geniş ehtiyac yoxdur izah etməyə. Tamaşaçılar yəni ki, təsdiqləyərlər. Tutalım, bir çox xalqlar var ki, onların həyatında bu və digər dərəcədə müəyyən heyvanların bütünləşdirilməsini biz görürük. Osmanlı türkləri və ümumiyyətlə türklərin tarixində Bozqurdun totemi, Ruslarda deyək ki, ayının və digər xalqlarda. Düzdür, canavar həm də Roma imperiyasında, bilirsiniz ki, onlara həm də canavarlara heykəllər də qoyulub. Onların da Yunanistanda tutalım tamam başqa heyvanların totemi var. Azərbaycan xalqında bunu bir qədər müəyyənləşdirmək çətindir. Bizdə daha çox atlarla bağlı düşüncələr oturuşub. Ən azı Koroğludakı qırat, turat, nağıllarımızdakı atlar, dastanlarımızdakı atlar. Ümumiyyətlə belə bir fikir də var ki, ilk dəfə atlar məhz Qafqazda, Azərbaycanda əhəlləşdirilib. Və insanın ilk dostu inək, qoyun, atlarla yanaşı həm də itlər olub. Və sözsüz ki, qədim bir tarixə malik Azərbaycan xalqının keçdiyi bu sivilizasiya yolunda itlərin rolu çox önəmlidir. Çünki itlər sadəcə bir ev heyvanı deyil, əhəlləşdirilmiş bir heyvan deyil. İt həm də insanın belə demək mümkünsə kiçik qardaşıdır. Yəni təsəvvür edin ki, kənd yerlərində it nədir? Yalnız heyvanları qorumaq üçün bir məxluq deyil. Eyni zamanda öz həyətində it bağlayırsansa, öz təhlükəsizliyin içində ondan istifadə etmiş olursan. Yəni, bu barədə həddindən artıq geniş danışmaq var, amma istəməzdim ki, mən sizin ilk verişi bununla yükləyək.
Bilirəm ki, bizim çox dəyərli qonaqlarımız var və onlar bu it cinsləri ilə bağlı müəyyən araşdırmalar müəllifidir və indi müzakirələr zamanı mən yenə də fikirlərimi bildirərəm, amma istərdim ki, Arif bəyi biz dinləyək. Minnətdaram Aydınxan müəllim. İndi isə sualımı Arif müəllimə ünvanlandırmaq istəyirəm ki, Arif müəllim, Qurtbasarın tarixinə dair nə kimi məlumatlar verə bilərsiniz? Hər vaxtınız xeyir. Ümumiyyətcə qeyd edim ki, Azərbaycan ərazisində yaşayan bir neçə xalqlar, yəni burada yaşayan əsas əhali ta qədim dövrlərdən heyvandarlıqla məşğul olublar. Heyvandarlıqla məşğul olmaqla yanaşı insanlar təsərrüfatlarını, sonra heyvanlarını qorumaq üçün itlərdən istifadə ediblər. İndi hansı ki biz Qurtbasar adlandırırıq onu, amma Alabaş, çoban iti və s. kimi adlarda adlandırılıb, amma indiki dövrdə hal-hazırki vaxtda ki, ta ki qədim dövrlərdən bu cins kimi tanınmayıb. Sadəcə çoban iti kimi bilinib. İndi hal-hazırda bunun üzərində müxtəlif işlər gedir ki, hansı ki bu cins sıradan çıxmadan bunu cins kimi təsdiqlətmək və cins kimi qəbul etdirmək beynəlxalq təşkilatlarda, beynəlxalq kinoloji təşkilatlarda. Tarixiliyi çox qədimdir Qurtbasarın. Belə deyək, bir neçə növ dünyada it cinsləri var ki, bunlar sırf çoban iti ilginə aid edilir. Amma mən deyim ki, bunların hamısının, məsələn, elə it növləri var ki, bir neçə cinsin qarışımından əmələ gəlmişdir və s. Amma Qurtbasar dünyada yeganə it növlərindən biridir ki, hansı ki, heç bir it cinsinin qarışımından törəməyib, təmiz qanlı, saf çoban itlər gedir. Bunun da tarixi yenə də çox qədim dövrlərə gedib çıxır. Bəzi məsələləri istərdim ki, dəqiqləşdirək, tamaşaçılar üçün də aydın olsun. Bir çox xarici ölkələrə baxanda itlərlə bağlı müəyyən təşkilatlar var ki, o təşkilatlar sırf təmiz qanlı it cinsinin pasportlaşması ilə məşğul olublar, düzdürmü? Varmıdır ki, Azərbaycanda da belə bir mümkünsə belə demək, bir adət ya bir qədimdən də keçmişdə pasportsuz olmayıb, bilirsiniz. Keçmişdə təmiz qanlı itlər daha çox kralların, xanların, şahların saraylarında olub. Ov itləri ayrıca olub, çoban itləri və s. Çoban itləri əslində təmiz qanlı sayılmırdı, bilirsiniz. Daha çox ov itləri və sarayda saxlanılan, əyləncə üçün istifadə olunan itlər, keşikçi itlər və s. itlər təmiz qanlılar olub. Bəli. Siz necə fikirləşirsiniz? Bizdə elə bir it növü olubmu ki, yəni bu çoban itindən başqa digər növlər ola bilməz ki, biz deyirik ki, qədim millətik, Midiyadan bu yana Azərbaycanın sivilizasiya tarixi var və ilk dəfə atı biz əhəlləşdirmişiksə, itləri də biz əhəlləşdirmiş olar. Düzdürmü? Nağıllarımızda da var. Hətta bir qalanın sirridir, nə idi filmində? Seyirli xalatda hansı filmində də var, belə bir şey var. İtlərlə bağlı. Bir qalan. Ay sağ olun. Görürsünüz, orada da var bunu. Başqa digər itlər varmı ki bizdə? Doğrudan da biz onu yalnız bir it növünü çıxardıb ortaya beynəlxalq aləmdə təqdim etməklə ki, hə bu bizim it növümüzdür. İnsanlar soruşarlar, yalnız bir it növü mü? Bəzi digər it növləri. Ümumiyyətlə belə deyim, Azərbaycan coğrafi ərazi olaraq Azərbaycan əhatə elədiyi sərhədləri daxilində 4 it cinsi olub. Hansı ki, bunlar xan tacisi olub ki, əsasən Qarabağ bölgəsində yayılmış bir cinsdir. Digəri olub Qafqaz dağ itləri, hansı ki, o itlər belə deyim, Sovet dövründə bu itləri kütləvi formada Azərbaycan ərazisindən daşınıb Rusiyada standartlaşdırılaraq hal-hazırda da 1997-ci ildə cins kimi qəbul edilib. Qafqaz çoban iti, belə deyim. Qafqaz qafçarka belə də gedir. Bundan başqa sərab cinsi var. Bu da müəyyən qədər, yəni cins kimi tanısa da beynəlxalq təşkilatlar hələ ki qəbul eləmir. Ümumiyyətlə, nəinki bunlar, bu çoban itlər cinsləri arasında sadəcə Qafqaz qafçarkası 1997-ci ildə qəbul edilib, amma tam Mərkəzi Asiyadan Anadoluya qədər olan it cinsləri var ki, həqiqətən də bunları tam cins kimi qəbul etmək olar. Çünki bütün xarakterləri, rəng quruluşu, bədən quruluşu və rənglərinə görə bunlar cinsdirlər, amma hələ ki bunları FCI qəbul eləmir. Nəsə, sözüm mənbədir ki, sarab cinsi var. Sarab cinsi Cənubi Azərbaycan ərazisində yayılmış ki, o sarab ərazisi ki, Azərbaycanlılar yaşadığı bölgədir. Ondan sonra və Qurtbasar. Qurtbasar isə əsasən çoxluq təşkil edir Azərbaycanın Quba, Şamaxı, Xızı bölgəsində və yenə bayaq qeyd elədiyim kimi köçərliliklə bağlı Azərbaycanın
qoyunçuluqla bağlı Azərbaycanın bütün bölgələrində artıq yayılmış, yəni illər ərzində yayılmışlar. Əsasən amma standart və bir kənddə bir brit görürsən, məsələn belə misal çəkim, görürsən hər hansı bir brit, eyni itin tam eyni bədən, quruluş, forma, rəng, hər şeyini Şamaxın başqa bir kəndində rastlaşma olur. Bu artıq bunun cins olduğu deməkdir. Tamamilə eyni quruluş, eyni forma. Əsasən də yenə qeyd elədiyim kimi bu rayonlarda yayılıb bu cins və çox təəssüf olsun ki, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməyib, amma müraciət də edilməyib burasında deyim, çünki bu indi üzərinə düşülüb. Amma bir şey, mən biraz uzun danışdım, üzr istəyirəm. Bir şey də qeyd edeyim ki, bu işlə biz hal-hazırda məşğul olmağa başlayırıq. Bizim dəyərli aparıcımız Novruz Salmanov, mənəm bu işlə məşğul oluram, bilavasitə məşğul oluram. Mən öz ixtisasım, işim ayrı olsa da, Novruz kimi həmçinin bizim əvvəlcə hobbidən başladıq. Yəni, bizə bir hobbi idi, o sevgi idi. İndi hazırda biraz peşəkarlığa doğru gedirik. Amma bizdən əvvəl də məşğul olan olubmu bu işdən? Bəli, olub. İlham müəllim olub ki, hansı ki, indi də biz bildiyimizə görə davam eləyir bu fəaliyyətlə. Yəni, bizdən başqa da bir neçə nəfərlər də var ki, artırmaq, seleksiya eləmə, inbreeding və s. bu kimi işlərlə məşğuldular. Amma hələ ki, müəyyən bir nəticəyə çatan olmuyor. Yəni Novruz icazə verər, mən onun aparıcılığını əlindən alım. Amma o fikrim yoxdur. Suallarını verərsən Novruz. Sadəcə maraqlı bir nüansa toxundu. 10 milyonluq Azərbaycanlıların içində iki gənc, sırf Azərbaycanlı gənc çıxır və deyir ki, biz milli it cinsini beynəlxalq aləmdə dağıtmaq üçün işlərə başlamışıq, işləmək istəyirik. Amma mən bilən, Bakıda həmişə itlərlə bağlı qeyri-Azərbaycanlılar faal olublar. Ruslar, Yəhudilər və digər millətlərin nümayəndələri. Və onların da assosiasiyaları var bildiyimə görə. Onlar da itlərlə bağlı müəyyən yarışmalar keçirir, olimpiyadalar keçirirlər. Olubmu ki, siz indi neçə ildir bu işlərlə məşğulsunuz? Özünüz bir fərqində olmusunuz, maraqlanmışsınızmı ki, niyə bizdə belə yarışmalar olmur? Yəni, müəyyən beynəlxalq yarışmalar olur, düzdürmü? İtin boyundan tutmuş çəkisinə, gözəlliyinə, hərəkətlərinə, əmrlərə necə riayət eləməsinə qədər hər şeyi mütəxəssislər tərəfindən ölçülür. Mən bilən, siz yəni sırf itlə məşğul olsanız da onun mütəxəssisi hələ ki deyilsiniz. Və Azərbaycanda çox azdır belə mütəxəssislər, bəli. Və heç belə bir planınız varmı ki, bu işlərlə məşğul olmağa başlayasınız? Sualın cavabı yəni odur ki, Qurtbasar tam bir cins olaraq standartlaşdırılmadığına görə həmin sərgilərə iştirak edə bilmir. Yəni biz daxili sərgilər edirsiniz? Daxili sərgilər yəni planlarımızda var, yəni biz eləyəcəyik. Yəni müəyyən sadəcə bu müddətlər lazım. Yaxın aylarda indi inşallah ki, həmin sərgilər etməyə fikrimiz var. Yəni həmin sərgilərdən sonra növbəti planlarımızda var ki, beynəlxalq sərgilərdə Qurtbasarın yəni iştirakı, orada bizim yəni bu həm də bir milli brend kimi, Azərbaycanın adıdır ki, yəni Azərbaycana məxsus bir cins kimi yəni iştirak edəcək ki, orada. Yəni bütün məsəl üçün deyim ki, xarici ölkələrdə itlərlə bağlı ümumiyyətlə kinologiya daha çox inkişaf eləmiş. Yəni nəinki Azərbaycanda. Bir növ bizim insanların itlərə olan laqeydliyindən, yəni bu bir şey deyim ki, Qurtbasar bayaq Arif də qeyd etdiyi kimi ki, yəni sonradan formalaşan yaxud bir neçə it cinsinin qarışığından yəni ortaya çıxan bir cins deyil. Min illər boyu, yəni Azərbaycan xalqına təsərrüfatçılıqda istifadə olunan bir çoban eti cinsidir. Yəni aborgen formada burada formalaşmışdır. Bu da bir növ insanların laqeydçiliyi, itlərə biganə münasibətindən görə ki, yəni bu üzərinə çox getməyiblər. Yəni itlə cins kimi yəni formalaşdırılması, standartlaşdırılması kimi işlərlə çox az məşğul olur. Azi qonşu ölkələrimizdə, yəni onu qeyd edeyim ki, Gürcüstanda Milli Cinslər Federasiyası var, Ermənistanda bu federasiyadan var, Türkiyədə bir neçə federasiya var. Yəni bu da son dövrlər orada kinologiya ilə, ümumiyyətlə oranın milli, yerli it cinslərinə bağlı işlərindən gətirib çıxadır ki, amma halbuki çox təəssüflər olsun, yəni bizimlə Azərbaycanda yəni bu işdə dövlət səviyyəsində rəsmi şəkildə məşğul olan insanlar. Azərbaycanlılar itlərə biraz soyuq münasibət bəsləyən deyəndə gözücü Elsevərə baxdım. Mən o dəqiqə beynimdə fikirləşdim ki, deyəsən Elsevər mənim uşaqda gördüyüm bəzi insanlar kimi itlərə daş atandır. Artıq mənim fikrimi bildirsiniz, sonra sözü Elsevərə verərik, soruşa görə itlərə münasibəti və aqressiyası hardandır? İtin xüsusiyyətinə görə, görünüşünə görə və sərgilər olurmu? Azərbaycanda o sərgilər olur. O sərgilər olur və Qurtbasarla bağlı yəni deyil. O sərgilər olur, amma Qurtbasar orada iştirak edə bilmir, çünki beynəlxalq təşkilatlar tərəfindən cins
Beynəlxalq Kinologiya Təşkilatları tərəfindən qəbul edilməyib. Amma o sərgilər Azərbaycan arasında keçirilir. Bunun təşkilatçısı da Zaur Ağabəyli. İtiraz etmisinizmi? Yox, yox. Qrup olaraq Azərbaycan it cinsini tədqiq edən bir şəxs kimi etiraz eləmisinizmi ki, xeyr ola Azərbaycanda itlərlə bağlı sərgi keçirilir, festival keçirilir, amma Azərbaycan milli it cinsi burada hətta beynəlxalq təşkilat qəbul eləməsə belə, məgər beynəlxalq təşkilat bir çox milli it cinslərini əvvəlcə elə nə gəldi qəbul edir? Federasiyaların müəyyən Düzdürmü? standartları var ki, o həmin standartlardan sonra Yox, bir iştirak olmalıdır ki, ondan sonra qəbul olunsun da, düzdürmü? Və mən sualı nə demək istəyirdim? Məgər sizin üzünüzü ağarda biləcək elə itlər varmı ki, doğrudan da onları çıxardanda onları mat qoya bilər, mütəxəssisləri heyrətləndirə bilər ki, ay biz kör olmuşuq indiyə qədər Azərbaycanda belə bir milli it cinsini görməmişik. Bizim milli it cinsinin elə bir xüsusiyyətləri var ki, yəni hansı ki o xüsusiyyətlər dünyada hər hansı xüsusiyyətlər? Məsələn, o uşaqlara qarşı həddən artıq mehribançılığı var bizim yerli çoban itlərində. Böyük olmağını vahimə görünüş ola bilər, amma uşaqlara qarşı çox yaxşıdır. Sahibini tanımağı, qorumağı, sonra pis niyyətli insanı hiss eləməyi. Deyək ki, bizim evə hər hansı bir qonaq gələndə qonağa reaksiya verə bilməyə bilər. Amma pis niyyətli bir, deyək ki, oğru girir həyətə və ya təsərrüfata kimsə pis niyyətlə yaxınlaşır. İtlərdə oyun bilmə instinkti var, necə varsa ata bilmirəm. Yəni, bu kimi şeylər var. İndi isə növbəti sualımı Elsəvə bəy sizə vermək istəyirəm. Sizin ümumiyyətlə itlərlə, ümumiyyətlə qurbağalara qarşı münasibətiniz var mı? Minnətdaram Novruz bəy. Bayaqdan sizi ancaq qulaq asmaqla məşğulam. Siz burada çox maraqlı bir mövzu Qurdbasar və bizim milli it cinsimizlə əlaqədar bir çox şeylər söylədiniz. Hansı ki, onları mən indiyəcən bilmirdim. Həqiqətən də belə bir maraq yarandı sizin bu həmsöhbət olmağımızda. Yəni ola bilsin bəlkə də elə mən belə bir it cinsini, xoşuma gələn bir it cinsi ola bilsin, inşallah nəsib olsun Qurdbasar it cinsindən saxlayayım. Onun üçün bu fikrimi eləməmişdən qabaq istəyirəm bir sizə sual verim. Siz qeyd elədiniz ki, bu itləri biz daha çox rast gəlirik bizim rayonlarımızda, şimal və aran bölgələrimizdə. Sualım ondan ibarətdir. Mən sabahsı gün Qurdbasar cinsi itindən şəhər yerində, Bakı şəhərində saxlaya bilərəmmi? Belə indi əsasən bina evlərində, yəni bina evində yaşadığım üçün mən orada saxlaya bilərəmmi və ona təlim keçib o evə uyğun ola bilərmi, yoxsa ancaq o rayon yerlərində belə deyək yaşayıb və bizə dost ola bilər? Qurdbasar elə bir it cinsidir ki, elə bir növdür ki, bu öyrəşib həmişə çöllükdə olsun, dağda, dərədə olsun, açıqlıq ərazilərdə sürünün ətrafında sürünü qorusun. Ona görə suala qısa cavab verim ki, qısa evdə saxlamaq qeyri-mümkündür Qurdbasarı. Yəni, belə deyək, elə bir çöldən vəhşi bir heyvan gətirib salsan qəfəsin içinə, bu onun üçün bir şeydir. Yəni, bu it öyrəşib ki, açıqlıqda olsun, həmişə gəlsin, eləsin, belə deyim. Yox, mən Arif bəylə razı deyiləm əlbəttə ki, çünki vadalaz kimi yekə bir iti evdə saxlayırlarsa, dog kimi az qalan metrə yarımlı bir iti əlləşdirib bir üç dağlı evə daxil eləmək mümkündür, onunla yaşatmaq mümkünsə, niyə də olmasın Qurdbasarı? Amma anlayıram ki, bəli, Qurdbasarı təbiət etibarilə canavara daha yaxın bir heyvandır. Əlləşdirmiş it olsa da, amma gücü, əzələləri, hərəkəti və ümumiyyətlə fiziki imkanları və çəkisinə görə iri bir it. Bir neçə funksiyası var. Bunların bir əsası da, hansı ki, adında da var, qurdu basmaq üçündür bu it. Ki, yəni, təsərrüfatı qurd canavardan qorusun. Bu heyvanı da, bu heyvan, sadəcə həyət evi demirəm, ümumiyyətlə evin içində saxlamaq mümkün deyil. İndi belə... Bunun, yəni, başqa səbəblər gətirmirəm də, yəni, bu... O aydındır. ...icazə varmı və ya yoxum, bu şeyləri toxunmuram, sadəcə ümumiyyətlə yaşayış olaraq uyğun deyil. Yəni, həm böyükdür, həm də bu bir evə sığmasın, necə deyim. Amma həyət evində... Anlaşılandır Arif müəllim, amma mən bir şeyə toxunmaq istəyirəm. Tutalım, biz bu cinsi dünyada tanıtmaq istəyirik, dünyaya çıxartmaq istəyirik və sizin də, yəni ki, burada başqa kommersiya marağınız da var, yəni bunu çoxaldıb, baha qiymətə satmaq, ümumiyyətlə, niyə də olmasın, eksport eləmək bu iti və s. və ilə axır. Tutalım, əgər Alman ov iti yaxı avçarkası varsa, Alman əslində qoyun iti gedir də o da, düzdürmü? Ona nəyə lazımdır ki, hansısa Qurdbasar, alabaşı gətirsin, Almaniyanın çətin şəraitində uğurlaşdırsın, neçə il, 100 il və ondan istifadə eləsə alsın.
Amma Alman insanı, necə ki biz Dog, Rottweiler və digər itləri evimizdə saxlayırıq, Alman şəhər əhalisi üçün olan maraqlı ola bilər və bunun üçün də müəyyən işlər aparılmalıdır. Noruz, sən necə düşünürsən? Arif müəllim düz etiraz eləyir, nəsə fikrini bildirmək istəyir, o bildirsin. Siz evdə saxlanılan digər böyük cinslər var. Amma onlar əsasən görünüş üçündür. Mən belə sizə bir şey deyim, Kanadadan götürək. Dünyanın ən böyük dövlətlərindən biridir. Kanadada bu yaxınlarda bizim səhifəmizə yazdılar ki, əvvəllər də digər ölkələrdən belə bir şey olub. Məsələn, Afrikadan olub. Buna da bir misal çəkərəm. Afrika ölkələrindən də var. Məsələn, Kanadada yazdılar ki, bizim burada öz çoban itlərimiz var, ağıllıdırlar və s. Bizim itlərimiz Kanadada coğrafi yerləşməsinə görə orada canavarlar daha çox böyükdür. Yəni Qafqaz ərazisində olan, Qafqaz dağları ərazisində olan canavarlardan qat-qat böyük canavarlar deyə bizim itlər bacarmır ondan. Məsələn, sizdən biz it götürə bilərikmi, ala bilərikmi və s. Yəni hər üçün öz funksiyası var da. Bu itin də xüsusiyyəti odur ki, canavar bassın, canavar ağıllı. Bundan bu oxşar belə deyim, digər cinslər də var ki, çoban iti cinsidir, amma böyükdür, amma canavarla bacarmır. Yəni indi ki mənim rastlaşdığım, mən qurbaşlardan əlavə, yəni itlərlə məşğul olduğum müddət ərzində artıq 7 ilə yaxın, 6 ilə yaxın ki, yəni məşğul oluram. Bundan əlavə, yəni məndə hardasa bir 10-a yaxın müxtəlif cinslər olub. Yəni Rottweiler olub, Alman Avstraliyası olub, yəni müxtəlif itlər olub. Yəni indiyə qədər rastlaşdığım, yəni mənə görə ən dözümlü və ən sadiq cins kimi mən qurbaşları əlavə olaraq qeyd etmək istəyirdim ki, bu sualın cavabına mən də əlavələr etmək istəyirdim ki, deməli, təmiz qanlı çoban itləri elədir ki, bunlara biri qurbaşardır, qanı qarışmayan itlər. Bunların verdiyi balalar da xam maldır. Xam mal yəni nədir? Biz bunu istədiyimiz formada yetişdirmək imkanımız daha çox. Burada əsas amil odur ki, ümumiyyətlə itin yetişdirilməsinin 50% itin qanıdır, genidir və 50% də onun yetişdirilməsidir. Yəni hər ikisi bir-birinə sıx bağlıdır. Yəni biri olmasa o biri yəni olmur. Təsərrüfatçılıq həyatında olan bir itin yetişdirilməsi, əgər həmin bir it bala vaxtında qoyun sürüsünün yanında gəzməsə, ümumiyyətlə sürünü idarə etmək qabiliyyətində olmasa, canavarla rastlaşmasa, yəni o mühitdə böyüməsə, onu artıq 2 yaşından sonra apardı ora, yəni ora demək olar ki, öyrəşmir. Yəni öyrəşdirmək çox çətin olur. Ona görə onun balaca vaxtından fermada, yəni yetişdirdikdə o həmin formada böyüyür. Onun ev şəraitində də yəni bildirmək istəyirəm ki, ev şəraitində əsasən daha çox bizdən istəyirlər mühafizə üçün, yəni bağ evlərində. Burada bizdə deməli nəsillər var ki, sırf qurbaşlar nəsilləri var ki, bizdə ayrı-ayrı nəsillərdir. Burada heyvanların ayırmışıq ki, məsəl üçün biri var adamcıl itlər var ki, bunların balaları sırf adamlara qarşı daha aqressiv olur. Yəni sırf sahibinə qarşı, yəni yad insanlara qarşı. Yəni biz bunlardan böyüyən balalardan biz məsələn satış edə bilirik ki, hər hansı bir insanlar var, bizdən istəyirlər, onlar mühafizə üçün bunlardan istifadə edə bilirlər. Amma bir başqa nəsil də var ki, bunlarda da yəni müəyyən qədər həmin xüsusiyyətlər var. Baxmayaraq ki, yəni eyni cins, amma özlərinin daha yaxşı təsərrüfat həyatında olurlar ki, biz həmin itlərdən bizdən təsərrüfat üçün istəyən həm öz regionlarımızdan, həm xaricdən istəyənlər yəni onu göndərə bilərik. Noruz, Azərbaycan düşüncəsində it deyəndə yalnız çoban itləri və evi qoruyan itlər nəzərdə tutulur. Məsələn, bizdə əyləncə üçün, tənhalığı doldurmaq üçün itlər, it kiçik dostumuzdur. Bu düşüncələr yoxdur. Eyni zamanda ümumiyyətlə insan nəzərdə tutulur. Eyni zamanda məsələn Fövqəladə Hallar Nazirliyinin, Müdafiə Nazirliyinin, sərhəd qoşunları, deyək ki, yanğın söndürmə, narkotika axtarışında istifadə olunan itlər var. Düzdürmü? Necə bilirsən, qurtbasar it cinsi bu qeyd etdiyim tələblərə cavab verə biləcək təlimlər keçsə xeyri ola bilərmi? Olar. Və onların üstünlüyü varmı o bir itlərdə? Elə Arif bəyə də bu sual verirəm. Olar. Mən sərhəd qoşunlarda yaxud hər hansı bir hərbi işlərdə bu cinsdən istifadə edilməsi məncə məqsədə uyğundur. O da nədən sonra olur ki, bu cinsin üzərində müəyyən işlər görülsün ki, formaya salınsın, həmin xüsusiyyətlərə cavab versin. Deyim ki, sırf narkotik yaxud da hər hansı bir maddələrin axtarılmasına, istifadə olunmasına garanti verə bilmərik, amma sırf mühafizə üçün, qarşıda məsəl üçün bir yad cisim gördükdə, yəni onlardan mühafizə üçün, onların üzərinə göndərmək üçün yəni istifadə etmək olar. Ola bilər, yəni bir məlumatda var ki, ən yaxşı, yəni iyi bilmə qabiliyyəti əslində çoban itlərinə malik. Yəni bura həm Alman çoban içində aid etmək olar. Yəni sırf hal-hazırda onlar daha çox istifadə olunur, iyi bilmədə. Yəni üzərlərində işləsələr bəlkə də yəni müəyyən say-seçmiklərdən, yəni bizim qurbaşarlarımızın istifadə Olar, mümkündür. Bu dəqiq cavab deyil, elmi cavab deyil və sən də razılaşarsan.
Arifəm, varmı elə mütəxəssis Azərbaycanda ki, doğrudan da bayaq qeyd etdiyim kimi bizim it cinsini dünya səviyyəsində də olması, heç olmasa müəyyən bir səviyyəyə qədər qaldıra bilər və ondan xaricilərlə yanaşı bizimkilər də istifadə edə bilər. Müəyyən mühafizə orqanları və yaxud hərbiçilər və s. Var elə bir. Beynəlxalq Kinologiya Federasiyasının birbaşa səs vermə hüququ olan hakimlərindən biri Azərbaycanlıdır. Zaur Ağabəyli, bəyə hansı ki adını çəkdim. O bizə, belə deyim, dəstək olacaq inşallah. Biz özündən bir neçə dəfə görüşümüz olub. Yəni, qismət olar növbəti verilişlərin biri. Azərbaycanda var elə mütəxəssis ya yoxdur? Yəni elə bir təlimçi varmı? Təlimçi var, amma sırf olaraq yəni onu hələ heç kim garanti verə bilməz ki, bu qurtbasar olacaq. Məsələn, Amma mühəndislərə var yəni. xüsusiyyətlərinə deyək ki, Dostlar, siz itlərlə itlərlə ciddi məşğul olmaq istəyən bir qrupun nümayəndələrisiniz. Mən it sevərəm. Mənim də bir neçə it növündən olan, cinsindən olan itlərim olub. Amma mən həvəskaram. Sualı da həvəskar kimi diletantçasına verə bilərəm. Faktı ki, əgər bu işlər indidən başlanmasa, bu təlimlər, itləri yetişdirmək. Çünki sən bayaq dedin, tutalım 2 ildən sonra aparsay, çoban iti kimi o fəaliyyət göstərə bilməz, düzdürmü? Və sıradan çıxar, o bir itlər onu didərlər, yiyərlər. Amma konkret biz nə isə eləməyə başlamırıq. Amma istəyir ki, dünyaya çıxarılası üzr istəyirəm, bir it cinsini dünyada tanıdıq. Əgər bu cinslə konkret olaraq illərcə ciddi, elmi, praktiki, məşğul olan müəssisələr olmasın, təlimçilər yoxdursa, necə ki, türklərdə bir it cinsi var, adını sən mənlə Kangal və yaxud indi Sibir haksisi və digər növlər var. Düzdürmü? Alman çoban iti olsun. Bizdə də bununla məşğul olan olmasa, biz onu dünyaya çıxarda bilmərik. Sadəcə özümüzü gülüş hədəfinə çevirərik. Düzdürmü? Razısınız mənim? Razıyam. Sadəcə bir şey deyim. Siz əvvəldən yaxşı mövzuya toxundunuz ki, bu itlərdən gələcəkdə başqa sahəsində hansı ki dövlət işlərində istifadə etmək olarmı? Olar. Bu bizim gələcək planlarımızda var. Belə deyək, layihə formasında da hazırlamışıq bunu. Xam versiyalar, amma tam hazırlamamışıq. Amma xam versiya hazırlamışıq var ki, gələcəkdə bunu Fövqəladə Hallar Nazirliyinə sunmuş, hətta Səhət Qoşu Xidmətlərinə kimi təklif eləyək və müsbət cavab almağımızda ümid edirik. Sadəcə biz o mərhələyə çatmaq üçün əlimizdə nümunəvi, məsələ deyim, 10 dənə, 20 dənə yox, yüzlərlə it olmalıdır ki, biz o şeyə çataq, o kapasitəyə belə deyək, biz çataq. Bu kapasitet tez, siz dediniz ki, iş zəif işləyirsiniz. Siz baxıram ki, bizim işimizi belə dəyərləndirirsiniz, yəni sürətli işləmişsiniz. Biz sürətli işləməyimiz üçün bizə xüsusi yerlər lazımdır ki, hansı biz onu bu dəqiqə o şəraitimiz yoxdur. Ki, bizim əlimizdə olan faktı damazlıq və ümumiyyətcə damazlıq salınyan qurtbasar cinsi kimi tanıdığımız itlər kiminsə həyətlərindədir və əsasən də bu itlər bayaq mən qeyd elədim ki, rayonlardadır. Bunlar Bakıya kütləvi formada gətirilməli, seçilməli və artırılıb yenidən təsərrüfatlara qaytarılmalıdır ki, müəyyən bir mərhələyə çatandan sonra, hansı ki bu və cins kimi də müəyyən qədər xarici qoyuram bir kənara, öz əhalimiz tərəfindən tanınan sonra, ondan sonra yuxarı orqanlara müraciət etmək olar ki, biz bu itdən, mən bayaq ki, sualınıza bir dənəsini cavab verim ki, bu itlərdə elə bir xüsusiyyəti var ki, yəni bu əsasən dözümlülük. Çünki bu it burada doğulub, millət min illərdir burada yaşayır. Bu şəraitə uyğundur və qarda, soğuğunda Alman avtokarkasını görə bilmədiyi işləri görə bilər. Bəli. Mən sizlə hardasa yarı razıyam, yarı razı deyiləm. Başa düşürəm, yəni gənclər olaraq bu işi başlamışsınız, həvəslisiniz və davam etdirmək istəyirsiniz. Başa düşürəm ki, maliyyə imkanlarınız zəifdir, yerlər yoxdur, sizə müəyyən köməklər olmur. Əslində bizim verilişin də əsas məqsədi budur ki, bu maarifçilik eləyək və əlaqədar qurumlar, müəyyən insanlar, xeyriyyətçilər fonda bu məsələyə pul buraxsınlar. Amma biraz istəyirəm bəlkə də biraz istiqaməti dəyişər. Bilirəm ki, Novruzun da sizin də ürəyinizdə olurdu. Bu barədə saatlarla danışa bilər, amma bizə ayrılmış vaxt çox azdır, zaman çox azdır. Mən bilmək istərdim, bu it növündə olan ən yaxşı itlərdən biri sizin əlinizə düşüb. Siz onu pasportlaşdırmırsınız, tədqiq eləmirsiniz və s. və bunu mənə satacaqsınız. Mən də ya xariciyəm, ya Azərbaycanlı fərqi yox. Yaxşı itə yaxşı pul vermək istəyirəm, düzdürmü? Var da xoruz, döyüş xoruzlarına 3000-4000 verən var, düzdürmü? Ən baha və ən ucuz neçəyə satmısınız? Və ümumiyyətlə, kommersiyalaşdırılmasa bu məsələ, bunun inkişafını mən görmürəm, açığını deyim sizə. Yəni, qoyunçuluq bizdə ona görə inkişaf edib ki, qoyunun biri 120 manata, 150 manatadır və qurbanlıqda da onu satılır, düzdürmü? Və digər sahələrdə də. Və əgər kommersiyalaşdırılmasa, sadəcə mən həvəskaram, mən istəyirəm bunu inkişaf etdim və s. Bu sadəcə ritorik bir iş olacaq.
Yəni pafoslu bir iş olacaq. Bunu heç də eləmək olmaz. Siz özü də gözəl bilirsiniz bunu, düzdürmü? Məsələn, Arif bəy, sizin ya Novruz sənin təcrübəndə ucuz və baha satılan itlər olub, düzdürmü? Ən ucuz neçəyə satmısınız, ən bahası neçəyə satmısınız və bu itləri ümumiyyətlə neçəyə çıxarmaq olar, eksport eləmək olar? Dünya bazarına. Dünya bazarına və yerli bazara. Yəni olubmu ki, elə bir çoban olub ya yaxud fermer olub ya yaxud fermer təsərrüfatı yaratmaq istəyən bir şəxs olub gəlib deyib ki, mənə belə bir it lazımdır ki, mən ona istədiyim qiyməti verirəm, amma o mənim müəyyən işlərimi görə bilsin. Azərbaycan ümumiyyətcə qurtbasar cinsindən sırf itlər olub ki, məsələn 10 minlərlə pul sayılıb, yiyəsi təklif eləməyib. Belə yəni bir neçə dənə itlər olub Azərbaycanda ki, o itlər adlı sanlı olub. Yəni belə haqqında belə danışdılar ki, adlını atdan salan itlər olub. Bir də mən mövzudan yayınmadan sadəcə bunu qeyd edeyim. Verilişimiz vaxt azdır. Azərbaycan məsələn Fərman Kərimzadənin Çaldıran döyüşü romanında, orada qurtbasarlara yer ayrılıb məsələn. Orada Fərman Kərimzadə özü qeyd edir ki, hansı Şah İsmayıl Xətayin dövründən danışır. 16-cı əsrdə, 16-cı əsrdə Şah İsmayıl Xətayin itindən danışır, adı Qitmir olub. Yəni Döyüşdə, yəni döyüşlərdə düşmənə qarşı istifadə olunur. Döyüşlərdə xüsusi geyimlər geyindirib düşmənə qarşı istifadə ediblər. Çünki düz illərlə bu nisbətən cırlaşıb, amma biz o cırlaşmanı aradan qaldıracaq inşallah savadlı formada bir işlər görməyə planlaşdırırıq. Mən də sualın davamını bildirmək istədim fikirlərimi ki, yəni bu bir cins olaraq şəxsən mənim gözümdə, yəni bütün it cinslərindən daha qiymətlidir. Deməli, bütün öz xüsusiyyətlərinə görə, cinsel xüsusiyyətlərinə görə mənim üçün bütün it cinslərindən daha qiymətlidir. Yəni sırf olaraq, yəni bu cinsin qiymətinə ki, deyim ki, yəni bu başlayır nisbətən balalar daha ucuz olur. Nəinki daha böyük itlər ucuz olur. Burada qiymətlər yəni müxtəlif olur da. Olur ki, manatla deyəndə 300, 500, nə bilim 2000, 5000, yəni bu itin göstəricilərinə asılıdır ki, yəni özünün doğrultması ferma şəraitində digər təşkil ki, Alman çoban itin 100 manata da var, 10.000 manata da var. Bu cinslərin inkişafı burada həyat evində saxlandığı daha çox gedir, nəinki təsərrüfatçılıqdır. Çünki orada bunlar bütün günü fəaliyyətdə olurlar, qaçırlar, ora, bura, get-gəl, amma buradasa yəni bağlı şəraitdir, yəni yeməyin verirsən daha və söhbət yəni ondan getmir. İtə yeməyi verdin, otursun, yəni o inkişaf eləmir. İti gəzdirmədin müəyyən. Onun gün ərzində 2 saat, 3 saat yəni vaxt ayrıldıqda o yəni özündən valideynlərin, ata-anasından daha üstün göstəricilərə malik olmaq şansı daha çox. Qocalanda 70 yaşım olanda necə ki digər it növlərindən, cinsindən olan itlər müəyyən fiziki əngəlləri olan, məhdudiyyəti olan insanlara kömək edir. Filmlərdə biz görürük, düzdürmü? Gözdən əlil olan və yaxud digər qəza keçirmiş hər hansı bir insan və onların çoxunda onlar xilas edirlər, bilirsiniz. Bizim çoban iti o missiyanı yerinə yetirə bilərmi? Yetirə bilər. Yəni yetirilmişləri var. Yəni hal-hazırda yəni mənim tanıdığım insanlardan var ki, əlildir, amma saxladığı məsələn bir Şamaxıdan gətirdiyi bir çoban iti var ki, məsələn o hər əlildir, yəni onun müəyyən işlərdə həmin itin yəni köməkliyi dəyir ki, yəni deyim ki, daha çox yəni müəyyən dərəcədə yəni dəydiyi köməklikləri var, yəni itin köməkliyi. Bundan əlavə biz bir neçə dəfə yəni imkanı düşdükcə şərait yarandıqca ekspedisiyalar eləmişik, fermalara və s. rayonlara, Gədəbəydən Tanşamaxıya qədər və istər Cənub bölgəsi olsun, Lelkədə məsələn getmişik. Biz belə deyim ki, insanların danışdıqları şeylərdən də bir nə qədər şeylər öyrənmişik və o bizə danışılan şeylərin aslında mən hamısını sizə danışa bilmərəm. Siz dediyiniz funksionallığı belə, sahitinə qarşı sədaqətlilik və s. Mən bunu əvvəldə də vuruladım. Maksimum dərəcədə, yəni ən azı hansı ki, digərliklərdə görürsünüz, ən azı da qurtbasarda bu xüsusiyyətlər var. Sahitinə qarşı sədaqət, əlil olan insanlara bundan istifadə eləmək və s. Əziz dostlar, göründüyü kimi yəni ürəyimiz doludur. Biz bu mövzuda yəni saatlarla danışa bilərik. Yəni amma göründüyü kimi yəni vaxt məhdudiyyəti olduğundan biz kifayətlənməli olacağıq bu mövzuda və verilişə təşrif buyuran qonaqlara Aydınxan müəllimə, Arif müəllimə və təşəkkürümü bildirirəm ki, bu mövzuda gəldilər, həm söhbət oldu, maraqlı oldu və ümid edirəm ki, bizi izləyən tamaşaçılar üçün də bu mövzu maraqlı olacaq. Siz İNK TV-nin efirində Eko çağırış verilişini izlədiniz. Gələn görüşlərə. Thank you.